Trambolindəki dovşanlar videosunu xatırlayırsınız. Onun süni intellektlə hazırlandığını anlamağımız biraz zaman almışdı. Sosial mediada isə gerçək yoxsa süni intellekt məhsulu olduğunu anlamaqda çətinlik çəkdiyimiz videoların sayı sürətlə artmağa davam edir. Təsəvvür edin, bir videoda Michael Jackson restoranda görüntü. Your chicken's looking nice, pal. Yo, he stole my chicken! Bəs bu videoların sayı niyə sürətlə yayılır? Buna səbəb OpenAI şirkətinin təqdim etdiyi Sora 2 süni intellekt modelidir. Sora 2 süni intellekti vasitəsilə istənilən videonu hazırlayıb daha yaxşı, daha real görüntüdə təqdim edə bilərsiniz. Bunu digərlərindən fərqləndirən də məhz bu xüsusiyyətidir. Ekspertlər bildirir ki, sosial mediada yayımlanan bu videolarda insanların və məşhurların görüntüləri asanlıqla manipulyasiya edilə bilər. Bu isə özündə həm əyləncəli, həm də təhlükəli tendensiya ehtiva edir. Bəs real həyatda çəkilmiş adi videolarla bu saxta videoları necə ayırd edək? Arxadakı qırmızı geyimli qadın tərpənmədən eyni pozisiyada durur. Michael Jackson'ın isə əlində yemək tutduğunu görürük. Ancaq rəqs zamanı yemək əsla tərpənmir. Bu videoda isə yıxılan yarışmaçı göy köynəkli qadının yanındadır, qarşısında yox. Digər saniyələrdə isə qadının qarşısına keçir. Əgər biraz diqqətli olub detallara fokuslansaq, məsələn, yazılara və kölgələrə diqqət yetirsək, fərqləri asanlıqla görə bilərik. İnnovasiyaların sonsuz faydaları olduğu kimi, onların təhlükələrinin yaratdığı miqyaslı təsvir etmək olduqca çətinləşir. Əgər Sora 2 modelini istifadə etməyə başlamısınızsa, sizə tövsiyəmiz insanlarda çaşqınlıq və təşviş yaradacaq videolar hazırlamaqdan çəkinməyinizdir. Bəs siz necə düşünürsünüz? Bu tip videolar əyləncəlidir, yoxsa özündə təhlükə ehtiva edir? Əgər paylaşımın faydalı olduğunu düşünürsünüzsə, bizi sosial mediada izləməyi unutmayın.